Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Qurani-Kərimdə xof və hüzünlə bağlıdır. Qonağımız isə ilahiyyatçı Qurban Cəfərovdur. Müəllim, xoş gəlmisiniz. Selamun aleyküm qardaş, xoş gördük. Mən Qurani-Kərimdə təsəlli ünvanında xof və hüzündən söhbət gedir. Bu barədə zəhmət olmasa danışardı. Bismillahirrahmanirrahim və bihi nesta'in innehu xeyrun nasirin və mu'in və sallallahu ala rasulihil əmin. Rabbi şrah li sadri və yessir li əmri və ahlul uqdeten min lisani yefqahu qavli və haqqi Fatimə və əbiha və bə'liha və bəniha və sirril mustavdar fiha. Allahümme sallar ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Çox sağ olun qardaş. Bu məxsus sual üçün ki, Allahın bəzən qorxma, hüzünlanma sözü əgər Allahdan deyilibsə, bunların yəni təsəlli ünvanı da var, müjdə ünvanı da var. Düzdür, biz əvvəl çəkilişlərdə dedik ki, bəzi hadisələrdə bəzi insanın qorxusundan söhbət edir ki, Peyğəmbər ona demişdi, qorxma. Amma bəzən Allahın o qorxma, hüzünlanma kəlməsi bir müjdədir. Baxın, bu dediyiniz mövzu Fussilət surəsinin 30-dan 32-ci ayəyə qədər. 3 dənə ki ayədir, məxsusən 30-cu ayədə ki, Allah mütəal Allahın yolunda o çalışan insanlara, istiqamətin düz götürən insanlara Allah təsəlli verir. Əslində bu Allahın bir müjdəsidir da. Baxın, bu ayədə çox maraqlı məsələlər var, çox mühüm məsələlər var. Onlardan biri budur ki, istiqamətin götürən insanlar Allah istəyən kimi istiqamət götürüblər və istiqamətində də Allahın adını çəkirlər. Necə ki, oxuyacağam, ayənin sərihən zahiri budur ki, onlar Allahın adını çəkib istiqamət götürərlər. Baxırsan, burada Allah ki, onlara deyər qorxma, hüzünlanma, hər Allah adı tutandan getmir bu ayədə söhbət. Söhbət istiqamətin Allahın əmrləri ilə götürəndən gedir. Bəyəm Maviyə, bəyəm Harun Ər-Rəşid, mən birin Əməvidən misal çəkdim, birin məsələn Abbasidən. Bəyəm bunlar istiqamət götürəndə Allahın adını çəkmirdilərmi? Çəkirdilər. Amma bunların istiqaməti Allahın istədiyi istiqamət deyildi. Onlar zaten Allahın zahirən adını apara bilərlər. İstiqamətin özü Allahın istiqaməti deyil. Bu ayədə Allah o möminlərə təsəlli verir ki, o insanlara təsəlli verir ki, onlar Allahın yolunda istiqamət götürüblər. Onlar Allah istəyən istiqamət götürüblər. Gələ mən ayəni oxuyum, inşallah içindən bəzi mətləbləri qeyd edəcəm. Bismillahirrahmanirrahim. İnnellezine qalu rabbunallah summəstəqamu. Deyir, həqiqətən o kəslər ki, dedilər Allah bizim Rəbbimizdir. Bizim Rəbbimiz Allahdır. Bizim tərbiyəçimiz Allahdır, bizim mürəbbimiz Allahdır, bizi Allah tərbiyələndirib. Biz Rəbb olaraq bizə göstəriş verən, yol göstərən, bizi qabağa aparan, bizi nəyə getmək lazımdır, nədən çəkinmək lazımdır. Bu işlərdə bizi tərbiyə eləyən bizim Allahımızdır. Dedilər, summəstəqamu. Sonra istiqamət götürdülər bu yolda. Yəni Allahın tərbiyəsi, Allahın mürəbbiliyində, Rəbbi sayəsində istiqamət götürdülər. Adam gedər başqasından tərbiyə alar, başqa məktəblərdən tərbiyə alar. O deyə bilməz, mən Allah yolunda istiqamət götürmüşəm. Söhbət burada, innellezine qalu rabbunallah summəstəqamu. Onlar dedilər, Allah bizim mürəbbimizdir. Allah bizim tərbiyəçimizdir. Allah bizim Rəbbimizdir. Yəni Allahı Rəbb olaraq öz üzərlərində gördülər. Tərbiyəsini də Allahdan aldılar, onlar istiqamət götürdülər. Bunların istiqaməti Allah istəyən istiqamətdir. Və illa insan Allah istəyən istiqaməti götürməz, Allahın adını tutar. Misal da çəkdikdə, tarixdə azmı cinayətlər eləyiblər? Baxın, Məmunun tarixdəki cinayətləri hara sığan, hansı insani keyfiyyətlərə yerləşən cinayətdir? Bilirsən nə qədər müsəlman öldürmüşdür? Hamısına da qılıncı etiqad mövzusunda çəkirdi. Əqidə bəhsi ilə çəkirdi. Deyirdi, heç kim hadisə etiqad bəsləyə bilməz.
belə qədimə etiqad bəsləyə bilməz. Hamı deməlidir ki, aləm sonradan var olub. Yəni bir növ lohu məhvuzda müşkülü var idi bunun cəmaatla. Əlbəttə məhz o mövzunun ayrıca bir yolu var ki, qədimə niyə qail deyildilər? Hər şey əvvəldə var olmuşdu, Allah onları meydana gətirdi, onların vücudu zərrə aləmində var idi. Nəsə bunlar bir etiqadi bəhsidir. Sözüm məmunun o məsələsi deyil, bəhs eləmək. Sözüm budur ki, yəni bu da adım bir etiqadi bəhs qoyub Allah yolunda qılınc çəkirdi. Amma həqiqi düz etiqada malik olanları nə qədərin qılıncdan keçirdi. Bir halda ki, bu da istiqamətin Allah yolunda zahirən götürmüşdü. Amma Allahın tərbiyəsi ilə tərbiyələnməmişdi bu. Quran deyir, İnnellezine qalu rabbunəllah summəstəqamu. O kəslər ki, dedilər, Allah bizim Rəbbimizdir, istiqamət götürdülər. Bax, belə istiqamətdə gör Allah nə işlər görür. Möminlər həqiqətən bu ayə barəsində izləyicilərimiz yaxşı düşünsünlər. Xüsusən bu mətləbə diqqət eləsinlər. Ki, adam Allahın yolunda, Allahın tərbiyəsi ilə tərbiyə tapıb istiqamət götürsə, gör Allah insana nələr verir. Birinci budur, tətənəzzəlu aleyhimul mələikə. Mələklər onlara nazil olurlar. Mələklər onlara nazil olurlar. Nə üçün? Deyirlər, Əllə təxafu və la təhzənu. Mələklər gəlib insana təsəlli verir. Deyir, qorxma, huzunlanma. İnsan bunu surətin mələyin özü görmür ki. Mələk surətində mələyi görmür ki. Ruhən hiss edir ki, qəlbi genişləndi. Ruhən hiss edir ki, qəlbi aram oldu. Ruhən qəlbindən qorxunu Allah nə edir? Aradan aparır. Kərbalada, baxın, o döyüş səhnəsi ki, tarix o səhnəni heç vaxt görsətməyib. O tarixdə görsənməyən səhnədə Zuheyr ibn Qeyn kimi şəxsiyyətlərin sözlərinə bax. Vəhəb kimi şəxsiyyətlərin sözlərinə bax. Hürr kimi kişilərin sözlərinə bax. Həzrət Əbəlfəz keçdə bir təriqün ovla. Ki, görəsən o səhnə niyə bunların qəlbini nigaran eləməyib? Niyə bunların qəlbində qorxu yaratmayıb? Allah onların qəlbini elə genişləndirib. Və tətənəzzəlu aleyhimul mələikə. Onlara mələklər nazil olub. Əllə təxafu və la təhzənu deyib, qorxmayın, huzunlanmayın. Mələyi görməyib ki, bunlar. Bunlar ruhən eşidiblər ki, qorxmayın. Allah qorxunu aradan aparıb. Ruhən eşidiblər ki, hüzunlanmayıb. Allah hüzunların aradan aparıb. Diqqət edirsiniz? Yoxsa insanın əqli yanaşması baxırsan, necə ola bilər ki, məsələn, 30 minin qabağında gələ 72 nəfər dura döyüşə. Yəni, bunu ağlı qəbul eləmir axı. 30 min say əllərində döyüşçün hər vəsailləri var. Bunların qabağında kim durar? Niyə bunlar bəs cəsarətlə döyüşüblər? Təbuk müharibəsində müsəlmanlardan o 3 nəfər ki şəhid oldu, neçə minin ürəyinə qorxunu salan Allah idi da. Döyüşən o döyüşçülər idi. Allahın yolunda istiqamət götürmüşdülər Təbukda. Amma Allah o yolunda istiqamət götürənlərə mələklər nazil olmuşdu onların. Qəlbindən qorxunu götürmüşdü. Düşmənin də qəlbinə xofu salmışdı. Tarix deyir ki, 3000-in müqabilində 100.000 qoşun yığılmışdı ya Təbukda. Hələ bir məntəqədə də bir neçə min əlavə qoşun gətirmişdi Rum. Amma bunun müqabilində 3 nəfər şəhid verdi müsəlmanlar, Mədiniyə qayıtdılar. 100.000-in müqabilində 3000 nəfərin döyüşməyi ilə Mədiniyə heç bir itki vermədən 3 şəhiddən başqa qayıtmağın mənası budur ki, müsəlman qalib olub orada. Bu sayı uyğun deyil ki, axı. Bilirsən nədən qorxmuşdular? O 3 nəfər bir cür rəcəz oxuyurdu döyüş meydanına girəndə. Rumun qoşununda olan ən güclü pəhlivanlar, döyüşçülər qəlbləri xofla dolmuşdu. Nigaran idilər. Ki, bunlar yəni nə iş görürlər? Baxırdılar ki, bunlar nə qəribə, can satmaq üçün, can vermək üçün necə şövqlə döyüşürlər. Bütün qoşunun qəlbinə nə salmışdı Allah? Qorxu salmışdı. Bunların da qəlbindən qorxunu nə eləmişdi? Götürmüşdü. Deyir, İnnellezine qalu rabbunəllah summəstəqamu tətənəzzəlu aleyhimul mələikə əllə təxafu və la təhzənu. Mələklər nazil olurlar. Onlara deyirlər, qorxmayın, hüzunlanmayın. Bunların qəlbindən qorxunu götürür, hüzunu götürür, qəlblərinə genişlik verir. Qəlb aramçılıq tapır, döyüş meydanını hiss eləmirlər. Döyüşçülərin qüdrətini hiss eləmirlər, qarşılarındakını hiss eləmirlər.
Və əbşiru bil cənnətilləti kuntum tu'adun. Müjdə ver, o mələklər müjdə verirlər. Allah deyir, müjdə ver onlara. O behiştli ki, onlar üçün vəd olunub. Baxın, Allah üçün istiqamət götürənlərin dəyərinə. Allah üçün istiqamət götürənlərin davranışı müqabilində Allah gör bunlara nələri bəxş eləyib. Həzrəti İslam Peyğəmbəri buyurur ki, bir qrup insan oldu ki, həmən bu ayəni oxudular. Dillərində oxudular. Dedilər, innəl-ləzinə qalu rabbunəllah. Bəzi insanlar deyir, bu ayəni oxudular dildə, amma istiqamətin götürmədilər, küfr elədilər. Ayəni zahirən, ləfsən oxudular, əmələn summəstəqamı eləyə bilmədilər, istiqamətin götürə bilmədilər. Dedilər, ya Allah. Dedilər, Allah bizim Rəbbimizdir, amma istiqamət götürə bilmədilər. Həzrət buyurur ki, küfr elədilər. Bəziləri də dedilər, innəl-ləzinə qalu rabbunəllah, summəstəqamı, Peyğəmbər deyir, bəziləri dedilər, Allah bizim Rəbbimizdir, istiqamət götürdülər, ta ölüm onların qapısını döyənə qədər, əcəl onlara yetişənə qədər, bu ayədən bir an belə neynəmədilər, bu həqiqətdən ayrılmadılar. Bu cür möminlər də var idi. Bu cür insanlar da var idi. Həzrəti Əmirəl-Müminin buyurur ki, siz ki dediniz Allah bizim Rəbbimizdir, deyir, bu sözdə möhkəm dayanın. Allahın kitabı ilə, onun o əmrləri müqabilində bu yolda istiqamət götürün. Və o yol ki, həqiqətən layiqdir, o yolu getməyə qərarlı olun. Heç o yoldan geri çəkinməyin. Nə badə onun bu yolunda, bu istiqamətdə biraz boşluq eləyəsiniz. Deyir, o zərrə belə, yəni sözü mən öz təbirimizdən deyim, zərrə belə oradan eynəməyin, o fərmandan xaric olmayın. Heç vaxt Allahın yolunda bidət qoymayın. Heç vaxt onun əmrlərinə müxalif olmayın. Elə ki, dediniz Allah bizim Rəbbimizdir, istiqaməti götürün. Onun kitabına, onun sünnəsinə, o yolla istiqamət götürün. Bidətləri qərar verməyin, onun da əmrlərindən neynəməyin? Çıxmayın. Bu da olsun sizin istiqamətiniz. O istiqamət ki, əgər siz o istiqamətə düz addım atsaz, Allah sizin iki dünya xeyrinizə özü zamindir. Özü də o xeyri ki, insan mümkündür dünyada bəzi xeyirlər, işlər görə, amma əlində saxlaya bilməyə, itirə. İstiqamət götürməyin mənası budur. Müdavim istiqamət budur ki, insan əməllərin elədikcə, o əldə olunan əməllərin Allah özü zəxirə eləyir. Zamindir ki, əldən getməsin. Vay o gündən ki, insan o istiqaməti götürə, amma neyniyə? Səhlənkar ola. Addım ata bilməyə, bu çətin bir məsələdir. Onda insan eləyə bilmir ki, əlində olanında saxlasın. Bu sözü gedən ayədə mələklərin köməyi tək axirətə aiddir müəllim. Baxın qardaşım, bu ayədə ki, məsələn, görsən deyir, innəl-ləzinə qalu rabbunəllah summəstəqamu tətənəzzəlu aleyhimul mələikə əllə təxafu və la təhzənu və əbşiru bil cənnətilləti kuntum tu'adun. Bu ayə ki, deyir ki, o zaman ki dedilər Allah bizim Rəbbimiz istiqamət götürdülər, mələklər onlara nazil oldu. Yəni bu mələklərin nazil olmağı bəzən zehinlərdən keçirir ki, mələklər o zaman nazil olar ki, insan can verən haldadır. Bəzi rivayətlərdə var, mələklər o insanların, xeyir işlərini görənlərin barəsində can verən vaxtı gələrlər, qəbirdə gələrlər, məsələn, siratda gələrlər, onlara kömək eləyərlər, şahidçilik eləyərlər. Bu, adətən bu mələklərin mövzusu ahirətə aiddir. Amma biz bayaq işarə elədik yadınızdadırsa, dedik ki, burada mələyin özünün görsənməyindən getmir söhbət. İnsanın qəlbinin xofdan amanda qalmağı, huzundan amanda qalmağın özünün elə mələikənin nazil olma nişanəsidir. Çox qəlb ki, genişlənib. Amma baxın, həmən bu Fussilet surəsinin 31-ci ayəsində elə Allah o mələklərin köməyi ki, özü göndərib o mələkləri köməyə, nəinki ahirətə, elə dünya üçün də deyir. Nəhnə əvliyaukum fil həyatid dünya və fil axirə. Deyir, biz onlara yar o yavərik, mədədkarıq, yəni kömək eləyənik, fil həyatid dünya və fil axirə. Həm dünya həyatında, həm axirətdə. Yəni, tək burada söhbət dünyadan getmir ki, ayə deyir, nəhnə əvliyaukum fil həyatid dünya və fil axirə. Biz onların köməkçisiyik, biz onların yardımçısıyıq, həm dünya həyatında, həm axirət həyatında. Və ləkum fīhā mā təştəhi ənfusukum və ləkum fīhā mā təddəun. Özə nə istəyirsiniz, nə tələb edirsiniz? Behişdə hər nə ürəyinizdən keçsə, hər nə istəsəz,
Hər nə könlünüzə uyğun olsa, hamısını sizin üçün verəcəm, bəxş eləyəcəm. Bu yəni behişdə aid olan axirətdir. Amma deyir, mədədkarıq sizə dünyada da. Yəni buna görə ki, siz dünyada bir çətinliyə düşəndə mələklər köməyinizə yetişər. Bizim nə çox rivayətlərimiz var, nə çox hədislərimiz var. Peyğəmbər və ali peyğəmbərdən, məsumlardan. Ki, misal olaraq, məsələn, Həzrət İmam Sadiq əleyhissalam deyir, kim başqası üçün dua eləsə, Allah 2 dənə mələyi müvəkkil eləyər, onun üçün dua eləyər. Başqa rivayətlərdə var, hər kim, hədislərdə var, hər kim başqasına kömək eləyə, əl uzada, istər orada maddi kömək olsun, istər mənəvi kömək olsun, istər fiziki kömək olsun, hər kim başqasının köməyinə yetər, Allah mələklərə əmr eləyər, onun köməyinə yetsin. Çünki dünyada bizi qoruyan mələklərin özü də var da. Hədislərdə nə çox var ki, insan, məsələn, bəzi o ayələrin barəsində olan rivayətlər var, hədislər var ki, məsələn, hər kəs evindən çıxanda bu Quran ayəsini oxusa, neçə dənə mələk onu qoruyar. Bu mələklər tək axirətə müvəkkil olunmayıblar ki. Yəni, onlar tək axirət üçün təyin olunmayıblar ki. Dünyada qoruyucu mələklər nə üçündür bəs? Bizi hifz eləyən mələklər. Biz lazımdır ki, onları görək. O zaman ki, insan elə gördü ki, bir iş ki, düyünə düşüb, bir çətinlik heç cür həlli yoxdur. Bir anda görsən Allah onu bərtərəf edir. Tamamı proqramın dəyişir. Tamam Allah onun yolunu açır. Bu həmən köməkdir da. Şərtdir ki, biz onu görək. Aydın oldu nə demək istəyir? Deyir ki, nəhnu əvliyaukum fil həyatid dünya və fil axirə və ləkum fiyha ma təştəhi ənfusukum və ləkum fiyha ma təddəun. Nə istəsəz, nəyə meyliniz çəksə, nə tələb eləsəz, Allah onu behişdə sizə verəcək. Amma biz sizin üçün kömək eləyənik, yardımçıyıq. Həm dünya həyatında, həm axirətdə. 2 dünyada köməyinizə yetərik. Olmaz ki, bu cür Allah dünyada insanı köməksiz qoysun ki, sənə axirətdə kömək eləyəcəm. Xeyr, heç bizim əqlimiz də bunu qəbul eləmir. Axı. Əqli dəlillərimiz də heç buna uyğun deyil. Baxın, burada bəzi mətləblər var. Necə ola bilər ki, insanlar bəzən, hər kəs bunu həyatında görüb də məzhəbindən asılı olmayaraq, elə bir çətin dönəmlərdə xüsusi bir yardımın olduğunu qəlbən hiss eləyib. Məsələn, o tarixi cümlə ki, biz elə bilirəm onu çox demişik bəzi mövzularda. Həzrəti Zeynəbin dilindən bir söz ki var. Ki, deyir, o zaman ki, qardaşım Həzrət Əbəlfəz də şəhid oldu. Həzrət Abbas şəhid olandan sonra gördüm, nəfəsim təngə düşdü. Daha mən bu çətinçiliyə dözə bilmirəm. Mən buna tab eləyə bilmirəm. Deyir, Həzrət İmam Hüseyin əleyhissalam, qardaşım, mübarək əlin qoydu mənim sinəmə, mənə təsəlli verdi. Baxdım, Allah qəlbimi genişləndirib. Daha bu dərd və bəlanı da ötürə bilirəm. Bir haşiyə cümləsi deyim. Ziyarətdə olan əzizlərimiz bunu bilirlər. Məsumların hərəminə daxil olanda bu deyil ki, insana bütün dərdi bəlası unudulur. Dərdi bəlası tamam olur. İnsan nə qədər dünyada var, dərd də onunladır. Bəla, insan nə qədər dünyada da sıxıntılar və çətinçiliklər onunla yoldaşdır. Ta qəbrə qədər dünyanın dərdi, müşkülü, sıxıntısı insanla yoldaşdır, həmsəfərdir. Amma görürsən, nə çox insanlar gedib gələndə bunu dəfələrlə özləri etiraf ediblər ki, niyə biz o hərəmə girəndə bu dərd, bəla, bu sıxıntı heç hiss eləmədik? Buna görə ki, qəlbə Allah bir genişlik verir. Görürsən, oradan nə olur? Xüsusi bir Allahın rəhməti naz olur. İnsanın qəlbi o çətinlikləri, sıxıntıları daha çətinlik və sıxıntı görmür. Şərtdir ki, Allah onu başqa cür aradan aparar. Bəzən biz müşküllərimizin çarəsini özümüz düşündüyümüz yolla axtarırıq. Amma Allah başqa yollarla həll edir. Biz orasını görə bilmirik bəzən. Elə bilirik biz düşündüyümüz kimi olmalıdır. Məsələn, o Həzrət Əmir əl-Müminin Həzrəti Zəhranın barəsində dua edirdi ki, Allah xanıma şəfa ver, Allah onu dünyadan apardı. Biz şəfa deyəndə xəstəlikdən sağalmaq düşünürük. Şəfa amma o mənada ki, Allah onun barəsində sən nə istəyirsən? Onun şəfası nədir? Rahatçılığı nədir? Dünyadan köçmək, Allah dünyadan aparır. Misal dedim ha, nə çox bunun barəsində bəhs eləmək olar. Mövzu danışmaq olar bu məsələdə. İnsan bəzən bir hacətin ələ gəlməyin özü düşündüyü yolda fikirləşir. Bəzən Allah onu başqa yollarla edir, insan orasını görə bilmir. Bəzən o hadisənin özü qalır, insanın ruhunu böyüdür Allah. Daha o hadisəni görmür. Elə bu hadisəni, müşkülü aradan qaldırmaqdır da.
Şərt deyil ki, o müşkül aradan qalxa. Sən fikirləşən kimi ki, gözüm onu görməsin. Xeyr, gözün onu görür, o hadisəni qulağın eşidir. Amma qəlbini Allah o qədər böyüdür ki, ona daha dərd bilmir özünə. Bu Allahın həlli yoludur. Amma insan öz zehnində qurduğun fikirləşdikcə, bu bəzən görürsən, nə olur? Uyğun gələ bilmir. Ona görə Allah Müteal burada məsələn möminlərə təsəlli verir. O mələklər nazil olur, möminlərə qorxma, hüzünlanma sözü deyirlər. O adamlar ki, Allahın tərbiyəsi sayəsində istiqamət götürüblər. Bu bir müjdədir və təsəllidir möminlərə. Mən təşəkkür edirik. Çox sağ olun gəldiyiniz üçün. Allah razı olsun Geniş qardaş. Mən də ətraflı təşəkkür izah üçün. edirəm bu xüsusi mətləblərlə bağlı ki, biz elə siz sual verirsiniz, biz də danışırıq. Sağ olun. İzləyicilər də bundan ümid edirik ki, bəhrələnirlər. İnşallah, inşallah. Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Növbəti verilişlərimizdə digər mövzularımızla siz əzizlərin xidmətində olarıq inşallah. Allaha əmanət olun və salamu aleykum və rəhmətullahi və bərəkatuhu.